Maarifçi tələbə məzun təcrübə proqramının növbəti dalğası artıq yekunlaşıb. Proqram gənclərə yalnız peşəkar təcrübə deyil, həm də geniş dünya görüşü, məsuliyyət hissi və komanda daxilində effektiv işləmə bacarığı qazandırıb. Mən hər zaman dövlət qurumunda, xüsusən də təhsil sahəsində çalışmaq istəyirdim. Çünki təhsil sektoru ölkənin inkişafına birbaşa təsir edən strateji sahədir və bu sahədə özümü görmək əsas hədəflərimdən biri idi. Bu təcrübə mənə həm nəzəri biliklərimi praktikada daha peşəkar şəkildə tətbiq etmək, həm də öz potensialımı daha yaxından görmək imkanı yaratdı. Bugün isə çox şadam ki, artıq Elm və Təhsil Nazirliyinin satnamalar və qrantlar sektorunda əmək fəaliyyətinə başlamışam. Maarifçi proqramında məzunların, tələbələrin əsasən motivasiyası, analitik düşünmə bacarıqları, komanda işinə uyğunluğu və sair xüsusiyyətləri əsas qiymətləndirmə göstəriciləri kimi götürülürdü. Düşünürəm ki, mənim seçilməyimdə də əsas rol oynayan amillərdən biri də proqramda göstərdiyim həvəs, proqrama olan motivasiyam, eyni zamanda qarşıma qoyduğum məqsədim idi. 4 ay davam edən proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində, tabe qurumlarında, regional təhsil idarələrində, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmə imkanı əldə ediblər. Bu müddət ərzində onlar praktiki biliklər qazanmaqla yanaşı, dövlət idarəçiliyinin real mexanizmləri ilə yaxından tanış olublar. Maarifçi tələbə məzun təcrübə proqramına qəbul olmaq mənim üçün təkcə bir mərhələ yox, həm də özümü təhsil sahəsində sınamaq, real proseslərin içində olmaq üçün böyük bir şans yaratdı. 4 aylıq təcrübə müddətim 2 hissəyə bölünmüşdü. Təcrübəmin ilk 2 ayında Elm və Təhsil Nazirliyində, növbəti 2 ayında isə Təhsil İnstitutunda təcrübəmi keçdim. Hər iki qurum mənə tamam fərqli təcrübələr, yanaşmalar və peşəkar bacarıqlar qazandırdı. Elm və Təhsil Nazirliyində məktəbəqədər və ümumi təhsil şöbəsində təcrübəmi keçdim. Burada olduğum müddətdə təhsilin idarə edilmə prosesləri ilə yaxından tanış oldum. Proqramın əsas məqsədi tələbə və yeni məzun olan gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda peşəkar vərdişlər formalaşdırmaqdır. Təcrübə keçmiş maarifçilərimizin 20-si Elm və Təhsil Nazirliyi, həmçinin regional təhsil idarələrimiz və tabe qurumlarında əmək fəaliyyətinə başlayıblar və onlardan 6-sı regionda əmək fəaliyyətinə başlayıb. Proqramın məqsədi gənclərə real iş mühitində təcrübə keçmə imkanı əldə etməsinə şərait yaratmaqdır. Həmçinin onların təhsil həyatında aldıqları nəzəri bilgiləri real mühitdə tətbiq etmələrinə imkan verməkdir. 3 mərhələdən ibarət olan proqramın qeydiyyat mərhələsi, ilkin qeydiyyat, daha sonra imtahan mərhələsi və sonda müsahibə ilə nəticələnmişdir. Qeyd edək ki, ötən ildən start götürülən layihə çərçivəsində ümumilikdə 44 gənc işlə təmin olunub. Təcrübə proqramlarının iştirakçıları Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, struktur bölmələrində müxtəlif işlə təmin olunublar. Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilir. Əzizə Mahmudzadə, Sabir Şahvələdov, Telesəhər.